Gümüşer. Salam, hər vaxtınız xeyir olsun. Babək, necəsiz? Çox sağ olun, necəsiz? Çox təşəkkür edirəm Babək. Mən özüm sabah bir ay olacaq ki, TikTokda canlı efirlər açıram. Və TikTok deyəndə əlbəttə ki, TikTokun da məşhurlaşdırdığı və yaxud TikTokla məşhurlaşan bizim kifayət qədər vətəndaşlarımız var. Hansılar ki, düzdür, biz televiziyada görmürük, televiziyalarda, radiolarda səslərini eşitmirik. Bəzən bu insanlar məsxərəyə qoyulur. Bəziləri belə deyək də, yaşın badına qurunun badına yaş da gedir və çox təəssüf ki, bəzən əxlaqi, milli, mənəvi dəyərlərə zidd olan hərəkət atan insanlar da var onların arasında. Elələri də var ki, yəni baxırsan ki, sadəcə insan canlı yayımlar açır və bu haqqda danışır. Mən əlbəttə ki, bu 28 il ərzində bir çox hökumət, dövlət nümayəndələrindən, iş adamları ilə, öz həmkarlarımla, ictimai xadimlərlə müsahibələr eləmişəm. Bugünə qədər də studiya ekspertlər burada efirə dəvət edirəm, onlarla danışıram, bir çox sualları biz cavablandırırıq. Amma Babək, düşündüm ki, TikTok platformasındayımsa, bəzən burada TikTokda tanınan bizim TikTokerlər deyilən, kifayət qədər populyar olan insanlarla da bir jurnalist olaraq söhbət edeyim. Və bir çoxları məni buna görə qınaya bilər. Ay, o belədir, ay, sən hara, o hara və s. Mən ümumiyyətlə düşünürəm ki, jurnalist hər bir təbəqə ilə sorğu-sual etməyə bacaran bir kəs olmalıdır. Mən yaxşı olmadım. Babək, baxın, necə oldu ki, niyə görə Baboşsuz? Sizin gözəl adınız var Babək. İlk sualım budur. Buyurun Babək. Hayır, nələm uşaqlıqdan Baboş deyil, elə də qalır. 300 adımı deyil. Elə də qalır. Elə də qalır. Buyurun Babək. Siz buyurun, siz deyil. Mən anlayıram ki, Babək ilk dəfə belə ciddi müsahibə verir və ümumiyyətlə sizin üçün çox gözlənilməz oldu ki, belə bir intervyu məsələsi. Amma ki, mən bir məsələni də qeyd etmək istəyirəm. Babək, bəli, gəlin müsahibə zamanı, bəli, bəzən olur insanlar, mən özüm səhər tezdən 3 saat canlı efirdə oluram, mənim özümə bir də görürsünüz zəng edirlər, halbuki insanlar çox gözəl bilirlər ki, mən canlı yayımda veriliş aparım. İndi bu belə deyək də televiziya deyil, amma burada hər şey ola bilər. Hər halda, Babək, neçə müddətdir siz TikTokdasınız? Nəyə görə siz gəldiniz TikToka? Necə düşündünüz? Və bir gün yatıb səhərsi günü məşhurlaşmış bir TikToker, bir vlogger olaraq özünüzü ümumiyyətlə düşünürdünüzmü bir gün belə bir şey olacaq? Yox, heç bilmirdim ki, bir gün belə olacaq. Neyse, bir dəfə evdə uzanmışdım. Elə belə dedim ki, şeydir, girdim o takip artanlara, orada bir gül atınca takip atdım. Başladım canlaşmağa. Canımda olurdu 10 nəfər, 50 nəfər, biri 5 nəfər, 6 nəfər elə gəldilər, mən təhqir edirdilər. Biraz nazlanırdım. Nazlı, biraz açıda, yəni nəfər, biraz nazlı, bozduydum. İşte sonradan bir dəfə 200, 300, belə, burada baxdım ki, populyaram, məşhuram artıq. Nə ilə populyarlaşdınız? Orada gəmiyə mindim, qışqırdım. Qorxdum da, 3 dəfərdik, balaca gəmiyə mindim. Başladım, dedim, ha kişi, yavaş gəmi çırılacaq. Bütün TikTokla bir oldu. Yəni ondan sonra siz məşhurlaşdınız Babək, eləmi? Ondan sonra məşhurlaşdım. Amma bir çoxları baxın, Baboş adı deyəndə hamı belə sifət eləyirlər, ağız bilirlər, Baboş. Biraz Baboş cəmiyyətli bir stereotipdir. İndi mən necə başa salım? Yəni bir çox Baboş adında. Aha. Almaniyada zaten Baboş dönər açırlar. Nə mahnım var üstündə. Aha, hətta belə. Hamı deyir ki, siz biznesə başlamışsınız Baboş, düzdürmü Babək? Biznes nə? Toyuq biznesini istəyirəm, o da elə başlamamışam. Cücə zat verirsən. Sizin həyatda cücəniz var. Babək, sizi TikTok'dan tanıyırlar ki, siz yemək yeyə, ümumiyyətlə düşünürdünüzmü ki, insan canlı açıb, yemək yeyə belə bir gün məşhurlaşa bilər? Yəni, çox adam deyir ki, Baboşdur da yağlı əllərinə girir yeməyə, başlayır yemək, bununla da ona hədiyyələr atırlar və s. Nə dərəcədə düzgündür? Yoxsa başqa xüsusiyyətlər var ki, insanları cəlb edir sizə? Həm sizi təhqir eləyənlər də var. Mən çox təəssüf edirəm ki, bu günlərim sosial mediada bəzən təhqir edən insanlar da var. Tənqid eləyənlər də var və sizi doğrudan da sizə xoş münasibət bəsləyən insanlar da var. Yox, sevənlər də var. Mən Bakıda gəzə bilmirəm rahat. Bütün hamı əlinə alacaqdı telefonu, məni çəkəcək, qoyacaq səhifəsinə like gələcək.
Elə bir alt gəzə bilmirəm. Yürüşürlər üstümə. Arvadlı, qızdı, nənəli, şəkil çəkdir. Oy, bax, bir yanağımı buradan dartışdır, bir buradan da. Nə qədər əllərə imza atmışam Ayten xanım, Allah'a. Qızlar yaxınlaşın, orada bir şəhərin bir imza at. Aydındır. Babək, amma ki, baxın da, indi bizim cəmiyyətdə kifayət qədər elə tiktokerlər var, elə sosial media istifadəçiləri var ki, yəni onlar yəni ciddi işlərlə məşğul olurlar, çox, yəni az qazanırlar məsələn. Amma bu günlərin bir çoxlarına məsələn bəzən qıcıq doğurur ki, məsələn indi siz yəqin ki düşünmürsünüz ki, mən takipçi falan üçün bu canlılaşmışam, xeyr. Mən sadəcə doğrudan da jurnalist olaraq zənnimcə sizin kimi insanlarla da bir müsahibə etmək lazımdır, belə düşünürəm öz TikTok səhifəmdə. Nəyə görə? Çünki stereotiplər var bu günlərim cəmiyyətdə. Baboş, Ləman, məsələn, sonra başqa tiktokerlər də var və bəzən belə deyək də insanlar düşünürlər ki, yəni bu şəxslərlə danışanlar, mən açığını deyim, mən bir neçə nəfəri həmkarıma dedim ki, mənim belə bir fikrim var. Bu insanları biraz başqa tərəfdən də suallar verək, tanıdaq da. Yəni bu günlərim dünyanın bir çox yerində belə jurnalistika var, həddən artıq. Mənə dedilər, sən hara, sən çox ciddi bir jurnalistsən, sən hara, tiktokerlərin səviyyəsi hara və s. Mən belə statlar eşitdim. Mən açığım deyim ki, yəni bəli, yəni belə bir bu günlərin bir çox TikTok deyəndə nəsə, tiktoker deyəndə orta statistik bir vətəndaşın ağlına mütləq qeyri-ciddi və eyni zamanda heç bir işə yaramayan bir şəxs obrazı gəlir. Yəni siz nə dərəcədə bununla razısınız? Bax bu stereotiplə, bu qəbul olunmuş belə bir belə sözlərlə, belə bir imiclə. İmitimən olur ki, döşək kofta, saçımı böyle daramışam, imitimən olur. Çox da gözəl erkek imicidir. Yani ortadan ayrılmamışam, gimbal giyimdən. İmitimən olur, imitim döşəkdir. Bakıda indi imiti gəzənlər, baba burasını qırxır, buradan belə xət qoyur. Buradan da belə ağardır, il-ilmişim. Babək, bundan başqa deyirlər ki, Babək qalen vaginaldır, indi baboş deyirlər. Baboş durduğu yerdə qalen vaginaldır, biri deyir ki, yox, onun deyil və ümumiyyətlə doğrudan mı sizə bu qədər hədiyyələr göndərilir, yoxsa bu sadəcə bir görkəmdir? Bəzən müğannilər verilişlərə gələndə deyirlər ki, mən filan mağazadan xahiş edən bir saatlıq gül göndərir.